Zeydimiz allergik bronxitdir. Xəstələndikdə gec sağalırdı, öskürəkləri wheezinglə, xışıltı ilə davam eləyirdi və çox gec sağalırdı. Bu da inkişafına təsir eləyirdi. Artıq yaxşıdır və müalicələrinə qəşəng cavab veribdir və sağlam olaraq yanımıza gəlib. Oğlum 1 ilə yaxındır ki, allergik bronxitdən əziyyət çəkirdi. Düzdür, əvvəldən ayrı pediatrlara aparsaq da onların müalicələri müvəqqəti təsir edirdi, ancaq ki, təkrar olunurdu narahatçılığa. İndi isə 5 aydır ki, Şövqiyyə doktorun müalicəsini alırıq. Şükür Allaha ki, yaxşılığa doğru gedir oğlumun vəziyyəti. Demək olar ki, öskürəyi tamam kəsilibdir. Ara bir narahatçılığı olsa da həkimin müalicəsi sayəsində yaxşılaşır o. Çox şadıq ki, sizin kimi bilikli həkimlə qarşılaşdıq. Çox sağ olun. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.